İkinci tövsiyəm qardaşlar, yaşadığımız bu əsr, yaşadığımız bu dönəmdə həqiqi mənada fitnələr çoxalmaqdadır. Fitnələr çoxalır. Və müxtəlif rəylər var. İxtilaf var. Cəhalət var. Və insanlar arasında nifrət var. İnsanlar arasında bir-birlərinə qarşı buğz var. Və insanlar arasında haqsızlıq var. Və ədavət var. Və zəifləmək var İslam aləmində. Bunların hamısının əsas səbəbi fitnələrdir. Fitnələr. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, fitnələr baş verdiği zaman oturan insan ayaq üstə duran insandan daha xeyirlidir. Yeriyən insan, yürüyən insandan, qaçan insandan daha xeyirlidir. Və fitnəyə kim boylanarsa, fitnə onu özünə çəkər, udar. Sizdən kim fitnə zamanı sığınacaq yer taparsa, ona o fitnədən o yerə sığınsın. Çalışın qardaşlar, fitnənin çoxaldığı bir vaxtı, insanların çoxu haqqı batildən seçə biləmədiyi bir vaxtda və ixtilafın və firqələrin çoxaldığı bir zamanda çalışın bu axının içində olmayın. Çalışın bu fitnələrin içinə girməyin. Şeyxülislam İbn Teymiyyə Rahmanullah deyir ki, Minhəcü Sünnə kitabında, deyir, fitnənin ən böyük təsirlərindən və çirkinliklərindən biri odur ki, fitnə olduğu zaman alimlər o qədər aciz qalır ki, səfihləri dəf eləyə bilmir. Alimlər o qədər aciz qalıb ki, insanları səfihlərin şərindən qutara bilmir, xilas edə bilmir. Və haqqı batildən seçmək olmur. Kimin doğru, kimin yalancı olduğu bilinmir. Peyğəmbər sallallahu aleyhi və səlləm fitnələr çoxalan vaxtı, qiyamət gününə yaxın belə bir hal olduğunu bizlərə xəbər vermişdir. Hansı ki, hədisi İmam Əhməd ibn Həmbəl Musnəd kitabında rivayət edib. Muhammed sallallahu aleyhi ve sellem buyurur, qiyamət gününə yaxın yalancı insanlar, kəzzəb insanlar, dəccallar, dürüst insanlar kimi tanınacaqlar. Dürüst insanlar isə yalancıdır deyə qınanacaqlar. Xəyanət, xain insanlar, əmanətə xəyanət edənlər əmin insanlar kimi tanınacaq. Gerçək mənada əmin insanlar xain kimi görünəcək. Bu nə zaman olacaq qardaşlar? Fitnələrin çoxaldığı zaman. Haqq batildən seçilə bilmədiyi zaman. Ona görə İbn-i Qayyim Rəhməhullah bir çox kitablarında iki məsələyə toxunur. Xüsusən də İ'lam-ül Muvaqqi'in kitabında və Mədaricü's Səlikin kitabında qeyd edir ki, fitnələrin əsas ortaya çıxma səbəbi iki şeydən irəli gəlir. Birincisi şübhələrdən, şübhələrə insanlar düşdüsə fitnəyə düşürlər. Deyir, necə ki xavariclər, necə ki mu'təzilələr, necə ki cəhmiyyələr və murciyələr, qədərilər, rafizlər denir. Bu bayaq keçən firqələrin hamısının zəlalətdə olmasının bir səbəbi şübhə tərəfdəndir. Şübhə tərəfdən. Bir də şəhvət tərəfdən. Amma bundan öncəki deyir ki, şübhə tərəfdən insanların fitnəyə düşməsinin üç səbəbi var. Birinci səbəbi şübhə tərəfdən. Birinci səbəbi, qardaşlar, şər'i elmin zəifliyi. Şər'i elmin zəifliyi. Yəni cahillik. Belə olduğu zaman insanlar şübhələnir, hər bir deyilən şey, şübhəni götürür, qəbul edir və arxasında düşüb onu həlak olub gedir. Birincisi cahillik. İkincisi pis qəsd. Yəni bəzi insanın əslində nəfsində, yəni insanın nəfsində xarablıq olur. İntiqam almaq istəyir və yaxud da kiməsə həsəd edir, kiməsə paxıllıq edir və yaxud da başçılıq istəyir və yaxud da arxasında cəmaatın olmağını istəyir. Müəyyən şübhələrlə nə edir? Özünü tanıtmağa çalışır. Yəni niyyətin, qəsdin pis olmasıyla da nə edir? Fitnə, qardaşlar, yayılır. Üçüncü səbəb də, bəlkə də bu ən təhlükələrindən biridir, fitnənin yayılma səbəbləri, fitnəni yayan insanların ətrafında görünmək. Əgər fitnəkar ortaya çıxsa, heç kəs olmasa ətrafında, fitnə yayılmır. Amma bir insan fitnəni iddia etdisə, ətrafında qaraltı çoxaldısa,
onda o zaman o fitnənin dərhal od kimi və yaxud da günəşin soyuğu kimi hər tərəfə yayılır. Ona görə qardaşlar, bu üç şey və yaxud da dördüncü şey də deyil, bir də bəsirətin zəifliyi. Bəsirət bilirsiniz, bəsirətin zəifliyi. Bugün fitnədə, şübhə tərəfdən fitnəyə düşməməmizi istəyiriksə, bu dörd şeyə fikir verəcək. Şəri elm alacaq sahiblərindən. Kim gəldi deyil. Çünki tabinlərdən biri deyir ki, İnnə hədəl ilmə dinun, fanzuru ammən tə'xudunə dinəkum. Bu elm sizin dininizdir. Baxın, bunu kimdən götürürsünüz? Deməli, birinci elm almamız lazımdır. Şəri elm almamız lazımdır və sahiblərindən. İkincisi, bəsirətimizi gücləndirməmiz lazımdır. Uzaq görən olmamız lazımdır. Üçüncüsü, nəfsimizi və məqsədimizi doğrulamamız lazımdır. Dördüncüsü, fitnə əhlindən tamamilə uzaq durmamız lazımdır. Şəhvət baxımından da qardaşlar, insanlar var, fitnəyə düşürlər. Şəhvətdən mal sevgisi, vəzifə sevgisi, dünya sevgisi və əsas bunun bir dənə səbəbi var. İbn-i Qayyum Rahmanullah deyir ki, şəhvət tərəfindən insanların fitnəyə düşməsinin əsas səbəbi imanın zəifliyidir. İnsanda iman zəif oldusa, mal da insanı azdırır, mövqey də insanı azdırır, dünya da insanı azdırır və s. kimi. Ona görə həmçinin şəhvət tərəfindən fitnəyə düşməməmizi istəyiriksə, imanı artıran səbəblərdən möhkəm yapışmamız lazımdır.